çox işləmək olmur yoxsa. Bir dəqiqə. Çünki fikirləşim nə etmək olar ki? Sən öküzmüsən. Necə yazmısan o 100 balı? Mən onu özdə demişdim şagirdlərə ki, söz verin ki, gündə azı 5 dənə dinləmə işləyəcəksiniz. 5 dənə, amma işləməmişdin hə? Sən öküzmüsən. Necə mənmədir, kəmlə mənmə? Nə deyə bilərəm? Çox söz var deyə tapamadım. Bir dəqiqə. Bu çox söz bilmir, yaxşı sözdür. Yox, hayır, yaxşı sözlər. Hər birini salamlayıram əziz abituriyentlər, xoş gördük sizləri. Deməli, bu günləri Eyler Akademinin şagirdləri Nərmin və Şəbnəmlə birlikdə video çəkəcəyik. Nərmin və Şəbnəm Eyler Akademiyada hazırlaşıblar və yüksək nəticə toplayıblar. Deməli, Şəbnəmin balı 283 baldır, Nərmində də 295 baldır. Və ingilis dili müəllimləri Şəbnəm müəllimdir və ingilis dilindən 100% yazıblar hər ikisi. Riyaziyyat müəllimləri də mən olmuşam və düzdür, hər ikisindən 100% gözləsəm də Nərmində xırda bir səhv, eyni zamanda Şəbnəmdə də xırda bir səhvlə 100%-dən olub riyaziyyatdan, amma kifayət qədər gözəl yazıblar. Deməli, bu videoda düzdür, əsasən ingilis dili haqqında danışılacaq. Şəbnəm müəllim bundan əvvəl səhv deməsə sorğu göndəribmiş, yəni sorğu yaratmış və siz suallarınızı yazmısınız ki, necə toplayıblar bu yüksək balları, necə hazırlaşıblar. İndi bu videoda əsasən ingilis dilinin haqqında danışacaqlar. Həm mənim indi vaxtım azdır, dərsə daxil olmalıyam deyənə mən riyaziyyatdan da sual verməyəcəm, həm də ki, riyaziyyat barəsində də öz bildiklərinizi burada kommentə yazarsınız. Biz ayrı bir vaxtda video çəkərik. Deməli, mən ona görə çox danışıram ki, çıxıb gedəcəm indi. Hər birinizi təbrik edirəm. Nərmin səni, Şəbnəm səni ki, yəni bu nəticəyə çatmısınız, hazırlaşmısınız. Hər ikisi deməli hazırlıq müddətində görürdük ki, necə çalışırdılar. Çox çalışırdılar və onun nəticəsində də belə yüksək nəticə topladılar. İnşallah sizlərə blokda uğurlar arzulayıram. Düzdür, Nərmin bizlə blokda davam eləyir. Çünki birinci qrupdur, amma Şəbnəm üçüncü qrupdur. Riyaziyyatda davam eləmir. Və blokda da sizdən çox yüksək nəticə arzulayıram. İnşallah 650+ bal toplayarsınız ikiniz də. Hətta daha yüksək. Müəllimə sizə də təşəkkür edirəm ki, belə yüksək nəticə toplayıblar. Çox sağ olun. İnşallah növbəti şagirdləriniz, gələnlik şagirdləri bundan da yəni daha çox olar belə deyək, yaxşı nəticələr göstərər. Belə. İndi isə müəllimə ingilis dilindən sizin suallarınızı şagirdlər vasitəsilə cavablandırsın. Mən də salamlayıram hər kəsi. Nərmin və Şəbnəm başda olmaqla bütün yüksək nəticə toplayan bütün şagirdləri təbrik edirəm. Həmçinin Nicat müəllimə də təbrik edirəm. Və düşündüm ki, biz şagirdlərimiz üçün maraqlı olan sualları toplayıb 100 bal nəticə göstərən Nərmin və Şəbişə verək ki, sizin üçün nələr faydalı olacaq, bu sualların cavabına əsasən hansı səhvləri etməməliyik və bu səhvləri həmçinin blokda da etməməliyik. Həmçinin arzum elə Şəbişlə Nərminə də odur ki, biraz tələsməmək lazımdır maksimum nəticə üçün. Çoxlu çalışıb səhvlərin üzərində işləmək lazımdır. İndi davam edəcəyik suallarımıza. İndi başlayaq Nərminlə. Həmçinin biz ona əlavə etmək istəyirik ki, Nərmin ingilis dilindən mən, riyaziyyat Nicat müəllim, həmçinin buraxılış fənləri üzrə hər biri üzrə Eyler Akademiyada hazırlaşmışdır. Azərbaycan dilindən də Sadiq müəllimlə hazırlaşıb. Elə Nərminlə başlayaq. Nərmin, nəyə görə Eyler Akademiya şagirdlər belə bir sual verib? Müəllimləri sevirdim ona görə. Müəllimləri sevirdim. Müəlliməni tanımırdın axı. YouTube'da gördüm də. YouTube'dan izahlarına baxmışdı. Bəli. Ortam yaxşıdır, yəni ki, əyləncəlidir. Bir də ki, rahatdır da, yəni ki, məsələn, gəl Azərbaycan dilindən, sonra Azərbaycandan sonra biz fənlərə gedirik də, yəni ki, bir də başqa yerə getmirik. Mən özüm də əlavə eləmək istəyirəm ki, Eyler Akademiyada özüm müdiri, həqiqətən Nicat müəllim dərsləri elə qurmuşuq ki, şagird bir dərsdən çıxandan sonra növbəti dərsə qoşulur, vaxt itirmədən. Məncə bu fürsəti dəyərləndirin. Həmçinin onlayn dərsdə də elədir. Elə növbəti tədris ilində qurmuşuq ki, onlayn dərsdə mənim dərsimdə çıxıb növbəti misal üçün ya Sona müəllimin, ya Sadiq müəllimin və yaxud da Nicat müəllim digər müəllimlərimizin dərslərinə qoşula bilərlər şagirdlər. Növbəti sual verəcəm. Bunu Şəbişə verirəm. Şəbişliyəm mən. Nəyə görə mən seçdim? Mən heç esse yaza bilmirdim. Həmişə 0 alırdım. Sizin hesabınızda gördüm ki, esse nə qədər şey paylaşırsınız. Essenə bağlı, bəli. Çünki ən yaralı yeriniz idi. Ona baxdım. Həqiqətən də Şəbişin yazma bacarıqları yaxşı idi, amma basic cümlələr idi biraz. Onun üzərində işlədik və maksimum nəticəni əldə etdik. Elə esseyə gəlmişkən Nərmin xanım, hansı bacarıqlarınıza əsasən essedən tam bal aldınız? Şagirdlər onu soruşurdu. Birinci yaza bilmirdim. Sonra Kəmlə müəllimə atırdı esselər. Onlardan da tam almırdım. Tam bal almırdıq. Gündə neçə esse yazırdın, atırdın?
Çox yazırdım. Çox yazırdı, bəli. Bəli, müəllim də danlayırdı. Ondan sonra biraz düzəldi. Müəllim danlayırdı. Nəyə görə danlayırdı? Danlayırdı ki, maksimum nəticə bir dənə yaralı yerimiz Nərmində Çox sadə esseydi. yazırdım. Ona görə. Çox sadə, sən də simple yazırdın, bəli. Necə düzəltdin? Nədir? Şeydən sözlər adı neydi? Linking words. Hə, onları öyrəndim. Sonra bir də ki, çox yazmaq, hə. Burada belə deyim də, imtahanda opinion essaylər düşür, yəni fikirlə bağlı essaylər daha çox düşür, dünya görüşündən əlavə. Siz də istənilən topik ola bilər. Nə gəldi qabağınıza yazırsınız, müəllimcə yoxladırsınız və dayanmadan, disiplinli, hər gün yazaraq bu yazma bacarıqlarınızı inkişaf etdiririk. Düzdür? Növbəti sualım olsun, Şəbişə. Uğurunuzun sirri nədədir? Çox çalışırdım. Bütün sınaqlara gedirdim, heç birini buraxmırdım. Bir də əlavə testlər işləyirdim həmişə. Okay, bəs belə bir şagird də sual vermişdi ki, neçə saat dərs oxuyurdu? 5 5 saat dərs oxuyurdu. Okay, bəs sualımız da odur ki, müəllimin verdiyi tapşırıqlardan əlavə testlər işləyirdikmi? Testlər, sınaqlar işləyirdim. Sonra müəllimin atdıqları sınaqlar. Başqa bir də OTK-lar, hə, 20 sınaq. Həqiqətən də elədir. Yəni biz həm 100 bal namizəd şagirdlər, biz müəllimlər əvvəlcədən artıq belə deyim, düşünürük ki, bu şagird 100 bala namizəddir. O şagirdlərə əlavə onsuz dərsdə də işləyirdik, amma yenə də özlərinə əlavə testlər də atırdıq ki, işləsinlər. Test tapmırdım. Nə Şəbişə, nə də Nərminə test tapmırdım. Ya da atırdım, dedim müəllimə mən bu testi işləmişəm. Özləri də öz üzərində çalışırlar. Yəni təkcə müəllimlə bərabər şagird də öz üzərində çox çalışmalı uşaqlar. Buna diqqət edirsiniz. Növbəti maraqlı sualımız Şəbişə olsun. Deyirlər ki, neçənci sinifdən ingilis dilindən hazırlığa başlamaq lazımdır. Məsələn, elə şagird var ki, 0 baza ilə çox, yəni mən dəstəkləmirəm. 0 baza ilə 9-cu sinifdə gəlir. Səncə o şagird 100 bal nəticə toplaya bilər? 9-cu sinifdən 11-də toplaya bilər, 9-da bəlkə 9-da da bəlkə də toplaya bilər. Mən 3-cü sinifdən getmişəm, amma sırf buraxılış üçün 8-ci sinifdən başlamışam. Aha, sırf buraxılış üçün, yəni 9 da azdır məncə, hə? 8-ci sinifdən başlamamız tövsiyə olunur. Nərmin, sizin fikriniz bu barədə? Mən 9-dan başlamışam, amma əvvəl oxuyurdum. Əvvəldən bazamız var idi. Okay, yəni bazamızın olması da lazımdır uşaqlar. Növbəti imtahanı yazarkən deyirlər ki, birinci nə işləyək? Səndən soruşacağam. Növbədən, ondan sonra da qrammatika suallarının içindən bəzilərinin 5-6 dənəsini işləyəndən sonra mətnə başlamaq. Aha. Növbəti sualımız odur ki, dinləmədəki açıq sualları necə yazırdıq Nərmin xanım? Necə düz yazırdıq? Dinləmənin birinci suallarını əzbərləmək lazımdır. Yəni ki, əsas açıqları, çünki eşidən kimi tez yazmaq olur da, ona görə. Bu qədər. Bəs siz açıqları necə yazırdınız Şəbnəm xanım? Mən də əzbərləyirdim, amma həmişə feillərin zamanı səhv yazırdım. Hələ imtahanda da elə olmuşdu, amma baxdım ki, uzlaşmada düz gəlməyəcək, ona görə kəsmək zamanı sevirdim. Düz eləmirsən, yoxsa sənin imtahanda öküz vurardı, bala, elə şeylər eləmə, nə səhvlər eləmə. Yaxşı, bəs dinləməni ümumiyyətlə maksimum nəticə göstərmək üçün nələr etməliyik Nərmin xanım? Çox işləmək olmaz, yoxsa? Bir dəqiqə. Çünki fikirləşim nə etmək olar ki? Sən öküz vurursan. Necə yazmısan o 100 balı? Deməli, listeningi birinci topludan 9-cu sinifdən. Onları çox işləyirik. Sonra təzə toplu çıxanda da onu işləmişdim, köhnələrlə təzəni. Sonra onlar qutarandan sonra 20 sınaq. Həmçinin də Sonra müəllimin atdıqları o kitabdan. Bir də müəlliməm nə öyrədirdi sənə? Hə? Nə öyrədirdi sənə? Listeningdə. Listeningdə işlənən sözlər var idi. Onları da öyrənirdim. Onlar, bəli. Onları da Seçib öyrənirdim. atmışdınız. Bəli, seçilmiş suallar idi. Növbəti sualımız zəhmət olmasa. Növbəti sualımız Şəbnəm xanımadır. Readingdən tövsiyələriniz nədir? Readingi necə tam bal yığmaq olar? Exam Target kitabından işləyirdim həmişə. Oradakı mətnlərin bəziləri qalmışdı, amma sinonim sualların hamısını işləmişdim. Onlar daha çətin olurdu mətnin suallarından. İmtahanda onsuz mətnin sualları mətnin içində orada deyə asan gəlirdim. Düzdür. Əslində qalanda həqiqətən də biz dərs müddətində o qədər sınaqlar işləmişdik ki, dimin mətnləri bizə çox sadə gəlmişdi. Yəni readingdə həqiqətən də çətin bir şey yoxdur. Düzdür, Nərmin? Yəni sualın cavabı mətnindədir. Əsas məsələ çalışın ki, bütün abzasları bircə-bircə sözlər. Bəli, əsas məsələ sualları oxumaq lazımdır, bəli. Növbəti sualımız nə olsun? Belə bir sual var idi. Deyirlər ki, 9-cu sinif imtahanında 230 bal yığan şagird imtahanda 300 bal toplaya bilərmi? 9-cu sinifdə, sonra 2 il hazırlıqda yaxşı oxusa, yığar. Bəs 9-da neçə bal yığmışdın? Mən 260. 260, qaldırmışıq balımız maşallah. Şəbnəm xanım, siz necə fikirləşirsiniz? Məncə də qaldıra bilər. Məncə də. Yəni mən düşünürəm ki, belə bir söz var da, ingiliscə proverb deyilir. Nothing is impossible. Yəni heç nə mümkünsüz deyil siz istədiyiniz müddətcə uşaqlar.
Növbəti sual oxuyuram. Okay. Sözləri necə öyrənək ki, yaddan çıxmasın? Bir dəfə səndən başla, bir dəfə Şəbişlə başla. Necə öyrənək sözləri yaddan çıxmasın? Mən bilmədiyim sözləri həmişə seçirdim. Hərəsini 30 dəfə, 40 dəfə yazırdım, elə yadımda qalırdı. 30 dəfə, 40 dəfə. Çox az vaxt səhv eləmisən bala. Sən necə öyrənirdin? Mən birinci öyrənirdim, sonra hər sınağa getməmişdən qabaq, məsələn, Eylen sınağına, OTK-ya, ondan qabaq bir əzbərləyirdim. Yəni elə imtahana qədər əzbər qaldı. Həmçinin o bir də məsəl üçün biz nə edirdik? Dinləmədə tutaq ki, bir söz çıxdı da, o var sən. Onlar Dinləmədə mətndə olan sözlər. Bu sözün mənası nədir bu, məsəl üçün? Bunun sinonimini deyin mənə. Antonim yox, sinonim nədir? Onu deyin. Elə deyə belə deyim, brainstorminglər edirdik ki, yaddan çıxmasın. Okay, növbəti. Bəli. Söz deyəcəyəm. Hadi. Bir də Kərimə müəllim evə verirdi. Evə verəndən sonra sinifdə soruşurdu. Sinifcə, şifahi. Şifahi sinifcə. Ya oradan buradan soruşurdu. Yəni yuxarıdan bir soruşum, bir də aşağıdan. Ardıcıl soruşmurdum ki, şagirdlər eləsi var ki, sözləri ardıcıl öyrənir. O da olmasın. Növbəti, belə bir sual var Şəbnəm. Nəzəriyyə önəmlidir, yoxsa çoxlu sınaq işləmək? Məncə çoxlu sınaq işləmək önəmlidir. Nəzəriyyən onsuz da həmin gün oxuduğumuz dərsi toplumun içindən seçəndə yaza bilirik. Amma ümumi sınaqların içində yaza biliriksə, o vaxt demək öyrənmişik. Düzdür. Bəs belə deyək, Nərmin, səhvlərimizdən nəticə çıxardırdıqmı? Belə bir sual var. Növbəti bu çıxartdığın səhvləri ayrıca dəftərə qeyd edirdirmi? Səhvlər topluda olanda onu bir dəfə müəllim başa salırdı, sonra təkrar baxırdım. Amma səhv dəftəri yox idi. Okay. İngilis dilindən belə bir sual var ki, heç mətn dinləmə yaza bilməyən şagird 1 il ərzində onu düzəldə bilərmi? Mətni düzəldə bilər. Dinləməni də hər gün 5-dən 6-dan işləsə düzəldə bilər. Bəli, mən onu özdə demişdim şagirdlərə ki, söz verin ki, gündə azı 5 dənə dinləmə işləyəcəksiniz. 5 dənə, amma işləməmişdin, hə? Sənə öküz vursun. Növbəti, deyirlər ki, müəllimlərimizin ən çox sevdiyi sual, disiplinlə çalışırdılarmı, yoxsa ürəkləri necə gəldi, yəni necə istəyirdilər o tipdə? Məsələn, Nərmində o vibe almıram. Nərmin elə bil öz istəyi ilə işləyən şagird, amma çox çalışdı. Sonunda həqiqətən də maksimum da qoydu ortaya. Nərmin, necədir fikrin? Plan qurmurdum əslində. Məsələn, deyirdim ki, bu həftə bu kitabı qurtarım. Vəsə, Elə. yazırsan. Bu həftə bunu eləyim, sizə də elə. Okay, bəs Şəbnəmin fikirləri? Mən də belə saatlara bölməmişdim ki, bu gün bunu işləyəcəm, ya bu saatda bunu işləyəcəm. Amma bir ayın içində baxırdım da nə qədər kitab işləmişəm. Hər ayda artırırdım onları. Progress olmalıdır, yəni inkişaf olmalıdır. Növbəti sualım Şəbnəm sənə olsun. Təkrar üçün hansı vasitələrdən istifadə edirdin? Toplunu işləməyə başladım. Bir ay qalmamış bütün 3 buraxılış fənninin hamısından. Bir də ki, Exam Target kitabındakı qrammatika sualları, mətn sualları hamısını. Qəşəng suallar. Çətin suallardır, amma qəşəng maraqlı suallar. Növbəti sualımız uşaqlar deyirlər ki, sözləri əsasən hardan öyrəndilər? Ümumiyyətlə hardan oxumağı tövsiyə eləyir bu dəyərli şagirdlər? Sözləri kitabın adı nə? Exam Target. Orada sinonimlər var idi. Oradan öyrənmək. Bir də mən bilmədiklərimi ayrıca dəftərə yazırdım, elə öyrənirdim. Okay. Bəs Şəbnəm? Mən həm Exam Targetdən öyrənirdim, həm də toplumun içində qabağıma çıxan bilmədiyim sözləri seçib ayrıca dəftərə yazırdım, onları ayrı öyrənirdim. Okay. Yəni sadəcə kitabla bərabər sən əlavə də öz üzərində işləməlisən dəyərli şagird. Qeyd götür. Bu sözü bilmirəm, dinləmədə eşitdim, araşdır. Bu sözün sinonimi nədir? Araşdır. İnan ki, gəlib yəni qarşına çıxacaq. Çəkdiyin əziyyətin qarşılığını mütləq ki, imtahanda görəcəksən. Növbəti sualımız odur ki, qrammatikanı ümumiyyətlə təkrar edirdikmi? Ümumiyyətlə ehtiyac varmı qrammatikanı təkrar etməyə? Qrammatikanı birinci öyrənmək lazımdır. Sonra yəni ki, əzbərləməkdə, ondan sonra testi, təkrar da ki, imtahanlardan qabaq eləmək olar. Mən eləyirdim. Məsələn, imtahana getməmişdən qabaq bir də bütün qaydanı təkrar eləyirdim. Elə. Bəs belə bir sual var ki, onlayn ingilis dilini onlayn şəkildə qoşulmağı tövsiyə edərsinizmi Şəbnəm xanım? Eləyərəm. Orada da çox yaxşı olur dərs. Onlayn şəkildə qoşulmaq olar. Bu arada düzdür. Şəbnəm özü həm dərslə paralel Nərmin düzdür vaxtı olmurdu, fizika dərsinə qoşulurdu deyə. Onlayn sürət qrupuma qoşulurdu. Ona qoşulmuşdu, düzdür? Bir gün də qalmış. Hamısına qoşulmuşdu. Amma onun faydasını çox gördü. Çünki orada da çoxlu sınaqlar işlədi. Sınaqlar qrupunda sınaqlarını işlədi. Sınaqların faydası olduğunu mənim möhtəşəm sınaqlarımın, quizlərimin düzündə.
Çətin idi, amma olurdu. Hə. Çətin idi, amma olurdu. Deməli uşaqlar, suallarımız yekunlaşdı. Mən bu intervyuda iştirak edən Nərminə və Şəbnəmə dərin təşəkkürümü bildirirəm. Çox qürur hissi ilə mən bu gün bunun videonu çəkirəmsə, ikimizin də əziyyətinin, əzmkarlığının nəticəsidir ki, biz bu gün burada bu videonu çəkirik və bununla bərabər növbəti tədris ilimizə qeydiyyat başlamışdır. Düşünürəm ki, Nərminin şagirdləri, həmçinin Şəbişin şagirdlərə tövsiyələri nə olardı bu barədə? Növbəti tədris, məsəl üçün 10-cu siniflərdir bundan paralel. Tövsiyələri nədir? Buraxılışı həm də blok imtahanı üçün Ellər Akademiyası seçsin. Ellər Akademiyasını seçmək, bəs Nərmin? Gəlin ki 11-lər, yəni 11 üçün gələ bilər, amma 10 sinifdən gəlsələr daha yaxşı olar da. 10 sinifdən gəlsələr, okey. Yaxşı, Kəmnə müəllimənin hansı xüsusiyyətinə görə gəlsinlər? Hansı xarakterinə görə? Necə müəllimədir Kəmnə müəllimə? Nə deyə bilərəm? Çox söz var deyə tapamadım. Bir dəqiqə. Bu çox söz bilinmir, yaxşı sözdür. Yox, hayır, yaxşı sözlər. Birinci əyləncəlidir. Aha. Bir də ki biz başa düşür. Başa düşür. Okay. Amma ev tapşırığını çox verir. Sizin fikriniz Şəbnəm xanım? Nəyə görə ümumiyyətlə Ellər Akademi, nəyə görə ümumiyyətlə Kəmnə müəllimə seçmədilər şagirdlər? Həm çox maraqlı keçir, çox pozitiv müəllimdir. Çox yaxşıdır. Yaxşıdır. Həmçinin də bəli, onu düzdür. Bu bilmirəm mənfi yoxsa müsbət cəhətdə tapşırıq çox verirəm. Bütün bacarıqlar üzərində çalışırıq. Siz də 100 bal toplayan, yüksək nəticə toplayan şagirdlərdən olmaq istəyirsinizsə, aşağıda yazılan əlaqə nömrəsini yazıb dərslərimə yazıla bilərsiniz. Dərslərimiz avqust ayının sonu, onlayn dərslərim də sentyabrdan başlayacaqdır inşallah. Hər birinizə uğurlar. Okay, it's time to say goodbye. Wishing you best of luck. İnşallah ki, mən də istəyirəm ki, növbəti tədris ilində 100 bal toplayan şagirdlərimin sayı o qədər çox olsun ki, bu düzdür 8 nəfər olmuşdu 100 bal. Hamısının vaxtı və ya bloka hazırlaşdığı üçün olmur. Onlayn şagirdlərim də var. İnşallah ki, tam əminliklə deyirəm ki, bu nəticələrinin 2 qatı olacaq növbəti ildə. Siz də bu şanslı şagirdlərdən olmaq istəyirsinizsə, yerlər məhduddur. Mütləq şəkildə dərslərindən yararlanın. Hər birinizə bir daha uğurlar.